Salamlar gənclər. Bu günləri TikTok haqqında olacaq videomuz. TikTok reklamları. Bildiyiniz üzrə Azərbaycanda TikTok reklamları uzun müddətdir aktivdir, amma Azərbaycan nömrələrinin qeyddən keçmək mümkün deyildi. Hal-hazırda isə artıq Azərbaycan nömrələrindən də qeyddən keçmək mümkün olur. Onun üçün də bu günləri çalışırıq ki, sizlərlə bu reklam akkauntun yaradılması, sonrasında isə artıq reklamı necə vermək lazımdır, nə etmək lazımdır, bunlarla bağlı danışacağıq. İlk növbədə TikTok biznes menecer bir dənə yazsa, TikTok for Business deyə bir data çıxır, üzərinə klikləyirik və bizim qeydiyyatdan keçməyimizi istəyir. Burada indi mail adresini birbaşa TikTokun özü ilə verir. Bu adla mənim akkauntum var, amma istəyirəm ki, sıfırdan göstərim sizə. Yeni bir dənə yoxlayaq, həmin akkauntu verməsə. Buradan qeydiyyatdan keçək. Deyirəm ki, bəli. Müəyyən bir hissələri daha sürətli keçməyimiz üçün lazımdır. Bir mərhələni keçdik, sonradan deyir ki, artıq harasa tərk eləməmizi istəyir. Okey. Biz aparır keçid deyəcəm deyə burada. Bu mənim faktik olaraq özümdə olan biznes meneceri birbaşa olaraq yönəltdi. Çünki mən açıq akkauntum var idi. Akkauntum olduğu üçün bundan birbaşa olaraq mənim səhifəmə yönəldir ki, artıq sən buradan biznes menecerdən fəaliyyəti davam etdir, reklamlar ver. Mən istəyərdim ki, buradan biz yeni akkaunt yaratmaqla davam edək. Bunu da sonradan göstəririk sizlərə. Bunun üçün də buradan nə deyir, biznes menecerlə bağlı deyir. Biznesinizi təsdiqləmə bu metodda da var. Bu onun üçün bir şeydir. Mən tuş nömrəsini qeyddən keçmişdim. Onun üçün burada biznes və təsdiqlə, özü təsdiqlə ki, sən hansı sahədə çalışırsan. Bəlkə bunu təsdiqləmədən akkauntumuzdan çıxacağam və sonra buradan akkaunt yaradılmasını göstərmək istəyirəm. Logout eləyə buradan yeni bir dənə TikTok. Business ya da yenisin. Yeni account yaratmaya çalışacaq. Sign up. Bu səfər öz nömrəmdən qeydiyyatdan keçəcəm. Nömrə vasitəsilə. Burada deyir ki, qeydiyyatdan keç. Bu login oxşuyor sanki. Başqa bir mail. Oradan Gmail. Əlimizdən birini götürək. Həmin Gmail üzərinə qeydiyyatdan keçək. Olsun bizim bu Gmail adresimiz. Onun üzerine qeydiyyatdan keçək. Yeni mail. Burada kodumuzu yazaq. Kodumuz da maşallah görsənir. Təbii ki, bu account sonradan istifadə olmayacaq, amma sadəcə burada da test üçün bu accountu biz yazırıq. Baxan 1, 2, 3 Nida deyə bir şey qoyduq. Mail adresimiz, sign up eləyək. İkinci mərhələyə atacaq bizi. İki tane objekt eyni olan haşlardır. Maraqlı bunların çapçaları var. Same shape. Range options dikkat edemedim. E-mailimize nasıl geldi? Kodu kopyalıyor. Benle yazar. Scan. Şu bu. Zı.
Yok, aynen. Şu bu. İnce yapıştıranlar da düzgün etmedi. Okey. Sen geçək. Sən nə istəyir? Mən agentliyəm yoxsa sadəcə reklam verirəm? Reklam verən olsun. Məncə ona uyğun datalar istəyəcək bizdən. Biz Azərbaycanda da əvvəllər Azərbaycan ümumiyyətlə account yaratdığımız zaman Azərbaycan qeydiyyatını keçmək olurdu. Burada nə deyir? Öz biznesimin full adını yaz. Belə buradan digital bir platform eləyək. Hə, business name. Hı. Burada unikallıq istəmələri maraqlıdır. Sırf business center name üçün unikallıq önəm kəsb eləyir. Bizə plus 4 lazımdır. Olsun kökə. Fərq yoxdur olsun. Sonra plus 4 olsun. USD-dənsə USD daha yaxşıdır nəinki euro. Euro çox oynayır. Hər dəfə tutuzdura bilməyəcəksiniz. Çünki o sizin manat kartınız olsa belə onu çevirəcək evroya. Sonra evrodan çıxır və evronun ümumiyyətlə alış və satış arasında kifayət qədər ara çox olduğu üçün ümumiyyətlə onların dəyişkənliyinə görə daha bəzən komissiyalar ödəyəcəksiniz. O da bankdan asılı olaraq. Dollar desə daha sabitdir və daha aradakı məsafə azdır. Dollar seçsəz daha yaxşı olar. Kriteriya yeni başqa identifikasiya istəyəcəyimizdən görək. Və budur artıq accountumuzu formalaşdırdıq. Accountumuza keçid edirik. Burada gördüyünüz üzrə account hazır. Bundan sonraki mərhələdə biz bura birinci növbədə faktiki olan TikTok accountu qoşmamız lazımdır. Çünki reklam vermək üçün bir belə deyək, TikTok accountumuz olmalıdır. Qoşulduğumuz balaca biznes menecer formalaşdırdıq özümüz üçün. Amma bizim üçün önəmli olan artıq bundan sonraki mərhələdə bir account formalaşdırıb yeni account. Çünki Metadan da bildiyimiz üzərə hər hansı bir meta accountu iki dənə yerdə eyni anda ola bilmirdi. Birindən çıxartmanız lazım idi səhifələrdə. İndi bir dənə əssetlərə daxil olursunuz. Buradan piksellərdir. Saniyə. Accountlar əssetini kliklədik biz. TikTok account. Bura gəlib çıxırıq. Buradan yenisini açmanız lazımdır. Create new-dan icazə vermir, verify eləmək istəyir birinci özünüzü. Amma hər hansı bir varsa, faktiki bir accountun, həmin accountu da birləşdirə bilərsən. Biz də indi çalışacağıq ki, bunu birləşdirək.